Qızlar, sizin də evdə 2 ədəd yumurtanız və 1 stəkan qatığınız varsa, bu tortu çox asanlıqla hazırlaya bilərsiniz. Qaba 2 ədəd yumurta və 1 stəkan pəsok əlavə edib mikserlə qarışdırırıq. Sonra üzərinə 1 stəkan qatıq əlavə edirik və 5 yemək qaşığı duru yağ əlavə edirik. 1 paket vanil, 1 paket qabartma və 3 dolu yemək qaşığı kakao əlavə edib mikserlə qarışdırırıq. Sonra isə 1 stəkanımı hissə-hissə əlavə edib qarışdırıb əvvəlcədən qızdırdığımız qaba əlavə edirik. Məndə yağlı kağız olmadığı üçün mən qaba yağ vurmuşdum. Siz yağlı kağızdan istifadə edə bilərsiniz. Çox yumşaq biskvit alınır. Sonra isə qaba 250 ml qatlaşdırılmış süd əlavə edirik, yəni moloko və 300 qram xamadan istifadə edirik və qarışdırırıq. Və hazırladığım biskvitləri 2 hissəyə bölərək aralarına krem əlavə edib fıstıq ləpəsi əlavə edirəm. Siz istəsəniz damla şokoladı və yaxud qoz ləpəsi əlavə edə bilərsiniz. Əmin olun ki, çox super bir tort alınır, asanlıqla başa gəlir və pambıq kimi olur. Hər kəsin asanlıqla hazırlaya biləcəyi bir tortdur. İndidən hazırlayan hər kəsə nuş olsun.